Hamınıza salam dostlar. İstediğim videonu yolda başlayayım. Size dediğim o toyuğu aldım. Yapanka toyuğun. Bakın dostlar, böyle kiçik formadadır. Hinə çatanda daha yaxşı görəcəksiniz. Az qalıb hinə gedib çatmağa. Bu toyuğu 10 manata aldım. Xoruzu yox idi. Aldığım yeri dediğine göre bu yumurtlamır. Ama geçen ilin may ayında çıxan və yaxud alınan cücəydi deyir sahibi. 10 aylıqdır da, yəni hesablayanda 10 aylıqdır. Belə pipiyib də qızarıb, yəqin ki bir aya olmaz heç bəlkə yumurtlayar. Yapankadan saxlamamışım, yəni başım çıxmır. İndi saxlayacağım ilk dəfə. Saxlayanlar varsa mənə biraz məlumat verər. İndi videonu saxlayayım. Yine gedib çatanda devam edeceğim. Hə dostlar, gəlib çatdım yine. İndi bunun dimdiyin və ayaqların təmizləyim. Mən dostlar gəldim. Baxın dostlar, belə yollardan ot gətirmişəm, belə yarım meşruq qalıb, kisə qalıb, yarım kisə. Bu arada dostlar, bu hindi də tikib bitirdim. Təkcə üstü qalıb, bu qapının üstü, onu da düzəldərəm. Neyləsə. Baxın dostlar, belə içi də çox kiçik deyil. Yeni getirdiğim toyuq bu buradan çıxmır bayra, amma diğeri bayırda olur. Kürtlər də yaxşı oturmur. İçəri girdiğimdə baxın durur belə. Diğeri yatıb. Sarıdan mən daha çox güvənirdim sarıya, amma sarı daha tez durur. İndi videonu saxlayayım mən. Yenə bunun ayaqlarını və dimdiyini spirtlə sileyim ki mikro falan var idsə videonu saxlayayım. Ondan sonra belə sildim ayaqların, dimdiyin. İndi baxaq toyuqların və xorozların reaksiyası nə olacaq. İndi bıraxım, xorozlar ikisi buradadır. Bıraxdım belə kiçik bir toyuqdur. Ondan sonra yapankadır bu. Qarışığı da ola bilər, çünki tam dəqiq bilmirəm yapanka əsli necə olur. Məncə bu tam əslidir, çünki duruşundan da bilinir. Bəzilər dedi xoruzları döyəcək. Bu toyuqlar biraz cir olur, yəni davakar olur. Döyəcək dedilər. Baxın, davaya başa düz deyirlərmiş. Biraz cir olur, amma başa saldılar. Yox, yenə danışmaq istəyir. Düz deyirlər, çox cir olurmuş bu toyuq. İndi baxaq, xoruzlar bunu başa sala biləcək, yəni. Getdi başqa yerə. Baxaq, nə edəcək, çıxartın bayra. Getdi başqa toyuğun yanına. Bunların ikisini də eyni yerdən almışam. Üçünü də yəni Türkiyələ birlikdə. Çıxartın bayra, baxaq. Başqa nə toyuğu dalaşacaq. Mən bildiyim qədər
Bu toyuq kürt oturur. Yaxşı kürt oturur. Daha doğrusu tez kürt oturur. Çok hoşum geldi bu cinsten, bu toyuqdan. Duruşundan hoşum geldi. 10 aylıqdır. Siz də bilirsiniz neçə ayında yumurtlayırsa mənə deyə bilərsiniz və yaxud deyin yorumlarda. Başqa nə özəllikləri varsa onu da yazın yorumlarda. Baxın, buna xoruz tapsam cüt eləyib ayrı yerdə saxlayaram. Tapmasam da elə burada qalar. Bunun yumurtalarından çıxan balıqlar da yəqin ki bunun kimi biraz kiçik və kürt oturan və dalaşqan olar yəqin ki. Video qısa olacaq yəqin ki, çünki hər gün video çəkirəm, eyni şeyləri göstərirəm ona görə. Bu dəfə qısa olacaq. Cücələri göstərim. Cücələrdə maşallah var. Böyüyüblər. Ən böyüklərindən biri də budur. Əlimə sığışmır artıq maşallah. Maşallah yazmağı da unutmayın. Videonu bəyənib kanala abunə olmağı da unutmayın. İşıqlar səhərdən axşama kimi yanır. Yemlər, suları daim qabağında olur. Məncə bunlar böyüməsə böyük bir ayıb olar. Böyüməlidir. Səhərdən axşama işıq, daimi qabaqlarında dən su var. Baxın. İndi birazdan yerinə öyrəşdikcə davaya başlayacaq. Amma ilk toyuğu yerə sərdi. Yəni döydü. Bütün toyuqların döydüyü toyuqdur. Yəni limon kəkilli bayaq döydüyü toyuq. Baxın, başladı. Bu qara toyuq, yekə qara toyuq. Burada toyuqların davakarlarından biridir. Bu toyuq da pis deyil. Bu da yaxşı davakardır. Dolaşacaqlar yəqin ki indi. Çox şirindir, çox qəşəngdir. Bu toyuq da döyülür. Birdən-birə qaza gəlib döyür. Yəni getdi limon döydü onu. Öyrəşəcəklər. Məncə də lider toyuqlardan biri də bu olacaq. Toyuqlar arasında da dava çıxdı toyuğa görə. Çünki bunun da rəngi qaradır. Dava edirlər, baxın. Limon və qara toyuq. Bu da girdi şaxların altından çıxartın. Alma yeyir. Qoy yesin. Qabağında deşiyi var. Yəni çıxacaq. Onu düzəltim. Sonra bunu axtarmaq var bir də. Bu yaponkalar da balacadır. Hara istəsə gedib girəcək. Sağ olun dostlar. Gələn videolarda görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Bu videoda belə qısa oldu. Sağ olun.